Davam edirik. Naxçıvanda sahibkarlıq fəaliyyəti yeni inkişaf mərhələsinə qədəm qoyur. Son illərdə həyata keçirilən iqtisadi islahatlar və yaradılan əlverişli şərait regionda biznes mühitinin daha da güclənməsinə səbəb olub. Hazırki dinamika həm yerli sahibkarlar, həm də potensial investisiya imkanları üçün geniş perspektivlər vəd edir. Ətraflı süjetdə. Ticarət, kənd təsərrüfatı, xidmət və istehsalat sahələrində yaranan yeni müəssisələr bölgədə iqtisadi canlanmaya təkan verir. Qeyri-dövlət sektorunda bağlanan əmək müqavilələrinin sayında da nəzərə çarpacaq artım müşahidə olunur. Bu isə yeni iş yerlərinin açılması və məşğulluğun artırılması baxımından əhəmiyyətlidir. Həmçinin sahibkarlara edilən güzəştlər və dövlətin təşviq edici tədbirləri iqtisadi fəallığı sürətləndirir. Bu problemlər demək olar ki, aradan qalxıb, rahatlıqla vergilərimizi ödəyirik. Heç bir problem yaşamadan, əziyyət çəkmədən tək biz deyə bütün sahibkarlar bu sahədə çox rahatlıqla fəaliyyətlərini davam etdirirlər. Dəyişən biznes mühiti, güclənən sahibkarlıq və yeni imkanlar. Naxçıvan iqtisadiyyatında müsbət trendlər davam edir. Artan iqtisadi fəallıq və genişlənən işgüzar imkanlar regionun inkişafına töhfə verəcək. Son dövrlərdə yeni sahibkarlıq subyektlərinin yaranması və vergi ödəyicilərinin sayının artması Naxçıvanda biznes mühitini daha da dinamik edir. 2023-cü ildə Muxtar Respublikada 6263 yeni vergi ödəyicisi qeydiyyata alınıbsa, 2024-cü ildə bu göstərici 6682-yə çatıb. Bu isə əvvəlki dövrlə müqayisədə 4,9 yeni vergi ödəyicisi və ya 6,7% artım deməkdir. Ümumilikdə sahibkarlıq fəaliyyətinin genişlənməsi və vergi ödəyicilərinin sayının artması Naxçıvanda iqtisadi inkişafın davamlı olduğunu göstərir. İlham Vəliyev, Ağali Rəhimov, Natiq Çıraqzadə, ASTV Xəbər.